Salam, hər vaxtınız xeyir. Növbəti videoya xoş gəlmisiniz. Biz keçən videoda IP subnetting mövzusuna qalmışdıq. Mən bu dərsdə isə çalışacağam IP subnetting mövzusunu sizə bacardığım qədər aydın şəkildə izah eləyim. Bir daha deyim ki, biz bunu informasiya təhlükəsizliyi aspektindən nəzərə alırıq. Yəni biz burada spesifik olaraq hansısa bir cihaz üzərində bunu icra eləməyəcəyik. Məsələn, Cisco ola bilər. Bunun üçün icra eləməyəcəyik. Əgər daha detallı öyrənmək istəyirsə və müxtəlif belə deyim, müəyyən bir istiqamətə getmək istəyirsə, Kronos yayınladığımız CCN təlimi ilə də eyni şəkildə maraqlana bilərsiniz. Bizlə əlaqə saxlasanız biz bunun haqqında detallı məlumat verə bilərik. Ancaq bir daha xatırladım ki, bu videoda biz informasiya təhlükəsizliyi aspektindən sizi intervyuya və yaxud deyə qarşınıza belə bir nümunə çıxsa, bunu bilməyiniz üçün izah eləyirik. Deməli, söhbət nədən gedir? Subnetting nədir? Böyük bir IP şəbəkəsini daha kiçik, idarə oluna bilən alt şəbəkələrə bölmək üçün istifadə olunur. Böyük bir binanın ayrı-ayrı ofislərini bölmək kimi düşünə bilərsiniz. Burada 3 əsas səbəb qeyd olunub, hansı ki, bu intervyularda da sıx-sıx istifadə olunan bir sualdır. Soruşa bilərlər ki, subnetting nə üçün istifadə olunur? Əsas məqsədlərindən biri menecment məqsədi, yəni idarəçilik məqsədi ilə istifadə olunur. Böyük şəbəkələri hissələrə bölərək idarə etmək daha asanlaşır. Daha sonra performansı artırmaq, trafiki məhdudlaşdıraraq şəbəkəni sürətləndirir. Mən spesifik nümunə verəcəm ki, burada qeyd olunan başlıqları daha rahatlıqla başa düşəsiniz. Daha sonra isə təhlükəsizliyi gücləndirmək, şəbəkə segmentlərini ayıraraq problemin yayılmasının qarşısını almaq məqsədilə də eyni şəkildə istifadə olunur. Deməli, söhbət nədən gedir? Məsələn, bir dənə nümunə düşünə bilərsiniz ki, deyək bizim bir daxili şəbəkəmiz var və bu şəbəkədə 100 müxtəlif cihaz mövcuddur. Və biz bundan öncəki dərslərdə məlumatın ötürülmə prosesindən danışmışdıq, ARP protokolundan danışmışdıq və demişdik ki, bir IP ünvanı başqa bir IP ünvanına olan cihaza məlumat göndərmək istəyən zaman broadcast eləyir. Broadcastın vasitəsilə həmin IP ünvanına sahib cihazın MAC adresini öyrənir. Bu broadcast prosesində də daxili şəbəkədə olan bütün cihazlara məlumat göndərilir ki, hansı IP ünvanı hansı cihazdadır, bunu öyrənək. Siz indi düşünün ki, bizim bir şəbəkəmiz var və bu şəbəkədə 100 dənə müxtəlif cihaz var və 100 cihazın hər birinin eyni anda broadcast etdiyini düşünün. Bu trafiki çox ciddi şəkildə yoran və collision dediyimiz çaxnaşmalar əmələ gətirən bir prosesdir. Bu səbəbdən biz subnetting prosesindən istifadə edirik. Bu zaman deyək 100 cihazdan ibarət olan bir şəbəkə hərəsi 5 cihaz olmaqla 20 müxtəlif şəbəkəyə bölünür və bu zaman subnetting prosesinin nəticəsi olaraq biz həm idarəçiliyi daha asanlaşdırırıq, həm də performansı artırırıq. Məsələn, qeyd etdik ki, 20 dənə müxtəlif şəbəkə var və deyək 5 dənə cihaz olan şəbəkədə eyni şəbəkə içində bir cihaz başqa bir cihaza məlumat göndərmək istəyəndə sadəcə o 5 cihaz olan şəbəkəyə broadcast edir və əgər belə deyək, həmin cihazımız bizim ordadsa məlumatı rahatlıqla göndərə bilir. Yəni bir də ayrı-ayrı 99 müxtəlif cihaza broadcast etməyinə ehtiyac qalmır. Daha sonra biz gələk təhlükəsizlik məqsədinə. Şəbəkə segmentlərini ayıraraq problemin yayılmasının qarşısını alır. Söhbət burada nədən gedir? Deyək ki, bizdə yenə eyni nümunəyə qayıdaq. 100 dənə cihazımız var və bu cihazlardan biri girdi internetə, məlum olmayan bir linkdən bir fayl yüklədi və cihazı bunun nəticəsi olaraq virus belə deyim, virus yoluxdu. Bu zaman şəbəkədə olan digər cihazlarda bu virus rahatlıqla yayıla bilər. Məsələn, 99 müxtəlif cihazda da rahatlıqla yayıla bilər. Bunun bir neçə növü var. Detallı inşallah növbəti dərslərdə bunun haqqında danışacağıq. Ancaq belə bir viruslar var ki, şəbəkədə irəliləyərək digər cihazlara yayıla bilir. Virus demək ümumi olaraq zərərli proqram təminat deyək. Yəni deyək ki, bir cihaza yayıldı, digər şəbəkədəki olan bütün cihazlara da yayılır. Bu zaman bizim bunun qarşısını almaq və digər cihazları, yoluxmuş cihazları əvvəlki hallarına qaytarmaq çox böyük və ağırlı bir proses halına gələcək. Bunun yerinə 20 şəbəkə nümunəsinə qayıtsaq, məsələn 20 müxtəlif şəbəkədə olduğumuzu düşünün və bir cihaza yayıldı. Bu zaman həmin şəbəkədə olan digər 4 cihaza da sadəcə bulaşa bilər. Yəni subnetting prosesində biz təhlükəsizliyi də müəyyən qədər tərtib eləyirik. Ümidvaram nümunəm sizə aydın oldu. Əgər hər hansı bir qaranlıq yer olsa ümumiyyətlə video ilə bağlı kommentlərdə bildirin. Mən bacardığım qədər izah etməyə bir daha sizə çalışacağam. Gələk biz daha sonra subnet mask hissəsinə. Subnet mask məqsədi nədir və yaxud biz bunu hardan istifadə edirik? Bunun haqqında indi danışacağıq. Ümumi olaraq IP-lər 2 hissədən ibarətdir. Bunu nəzərinizdə saxlayın. IP-nin ilk hissəsi şəbəkəni göstərir, hansı ki o hissə sırf şəbəkəyə aid olan hissədir. İkinci hissə isə hostların, yəni bizim ala biləcəyimiz ünvanlardır. Məsələn, ola bilsin kompüterimizin və yaxud şəbəkədə olan digər server olsun və s. bu tipli cihazların ala biləcəyi IP-ni göstərir. Şəbəkə hissəsi dəyişməz qalır. Host hissəsində isə müxtəlif IP-lər alına bilər. Burada biz dinamik və statik IP-lərdən danışmışdıq. Burada bir daha subnet maska izah verilir. Bir IP ünvanının hansı hissəsinin şəbəkəni, hansı hissəsinin isə hostu təmsil etdiyini müəyyən edir. IP ünvanı kimi bu da yenə eyni şəkildə 32 bitdir. Yəni 4 oktetdən ibarətdir. Hər oktet isə 1 baytdır. Burada nümunəni görə bilərsiniz. Bir olan hissələr, məsələn gördüyünüz kimi bu 3 hissə doludur. 3 oktetimiz bizim doludur. Bu sırf bu səbəbdən şəbəkə olan hissəni göstərir. Ümumi olaraq ala biləcəyi maksimum dəyər 255 olduğu üçün biz bilirik ki, buradakı oktetlər tam dəyərini alıbdır və bu artıq tamamilə şəbəkəyə aid olan hissədir. 0 hissəsində isə gördüyünüz kimi hər hansı bir məlumat daxil edilməyibdir və buradan da rahatlıqla başa düşə bilirik ki, bizim 4-cü hissəmiz, 4-cü oktetimiz sırf host üçün ayrılıb və bayaq qeyd etdik ki, 32 bitdi və
24 biti digər şəbəkəyə ayrılıb, 8 bit isə host üçün nəzərdə tutulub. Seeder rəqəmindən biz danışacağıq. Subnet mask məsələn gördüyünüz bu nümunədə olan subnet mask /24 ifadəsi ilə də belə deyim ifadə oluna bilər. /24 şəbəkə maskasında 24 bitin şəbəkə, 8 bitin isə host üçün ayrılmadığını göstərir. Maksimum 254 host ola bilər. Burada söhbət nədən gedir? Gördüyünüz kimi burada 255 qeyd olunub. Ancaq biz maksimum 254 host ola bilirik. Buna səbəb odur ki, həmişə şəbəkələrdə bir IP ünvanı rezerv olaraq saxlanılır, broadcast üçün ola bilər. Bunun üçün də biz əsasən 254 dənə müxtəlif avadanlığa eyni şəkildə IP verə bilirik. Burada vizual olaraq da göstərilibdir ki, hansı hissəsi şəbəkənin, hansı isə hostun hissəsidir. Burada bir daha görə bilərsiniz subnetting nümunəsi. Burada mən istəyirəm burada gördüyünüz kimi eyni şəkildə seeder göstəricisi var. Biz dedik ki, /24 yazılanda bu seeder göstəricisindən 24 bitin şəbəkə üçün ayrıldığını göstərir. 32-dən 24 çıxırıq, 8 bitin isə bizdə host üçün ayrıldığını görmüş oluruq. Məsələn, mən bir nümunə üzərindən getmək istəyirəm. Məsələn, biz subnet maskının IP ünvanını bir-birinə calayaraq həmin şəbəkədən neçə dənə müxtəlif hostumuzun ola biləcəyini öyrənə bilərik. Mən bir daha nümunə olaraq bunu sizə yazım. Biz dedik ki, 4 dənə müxtəlif oktetdən ibarətdir və bu oktetlərin hər biri 8 bit alır. 1 baytdan ibarətdir. Burada biz seeder göstəricisi və s. indi bir daha deyirəm, inşallah detallı şəkildə yazacağam. Burada biz deyək hostda neçə dənə cihaz ola bildiyini necə öyrənə bilərik və yaxud proses necə baş verir. Baxın, biz bundan öncəki dərslərdə qeyd etmişdik. Ümumi IP necə hesablanır? Biz 1-dən başlayaraq 128-ə qədər yazırdıq. Bu da 2 üstü 0-dan 2 üstü 7-yə qədər eyni şəkildə nəzərdə tuta bilərsiniz. Məsələn, yazaq 1, 2, elə bil 2-yə vura-vura gedirsiniz. 4, daha sonra 8, 16, 32, 64 və 128. Bu əslində ən sadə nümunədir. Siz müxtəlif nümunələri də görə bilərsiniz. Məsələn, görə bilərsiniz ki, 255, 255, 254 görə bilərsiniz və yaxud müxtəlif rəqəmlər görə bilərsiniz. Bu bizim əslində şəbəkəmizdə olan host sayına birbaşa təsir edir. Məsələn, deyək indi biz bu IP ünvanını bu qeyd olunan məlumatlara əsasən yazmağa çalışaq. Bura mən IP qeyd elədim. 192 olduğunu biz burada gördük. Biz IP ünvanını necə hesablayırdıq? Məsələn, 192-ni biz necə yarada bilərik? 128-dən 64-ü toplaya bilərik. Bunun üçün biz bunların hər birinə 1 yazırıq. Burada 1 yazmaq səbəbimizlə danışmışdıq ki, burada binary, yəni ikili hissa sistemindən istifadə olunduğu üçün 1 və yaxud sıfırlardan istifadə olunur. Biz bu ikisini topladıq. Geri qalanlarına ehtiyacımız olmaq üçün onların yerinə 0 qoyulacaq. Aktiv olanlar isə 1 qoyulacaq. Bu hə və yaxud yox kimi də düşünə bilərsiniz. 0 olanda yox, 1 olanda həni ifadə eləyir. Qalanlara eyni şəkildə biz sıfırlar qoya bilərik. Belə sıfırlar qoya-qoya gedirik. Məsələn, bizdə onda ilk oktet nə olacaq? 1, 1, 0, 0, 0, 0. Yəni, ümumi olaraq 6 dənə 0 olacaq. Daha sonra ikinci hissədə 168-dir. 168-i necə yarada bilərik? 128, 32 və 8 rəqəmlərini toplayaraq biz 168 yarada bilərik. Bu da 1, 0, 1, 0, 1 və 3 dənə 0 olacaq. Bunu da yenə eyni şəkildə yazaq. Ola bilsin, mən burada yerim çatmasın. Ancaq ümumi olaraq onsuz da izahatdan nə olduğunu başa düşəcəksiniz. Qeyd etdiyimiz kimi 1, 0, 1, 0, 1 və 3 ədəd 0. Daha sonra biz gəlirik 3-cü hissəyə. Burada gördüyünüz kimi 1 yazıldığı üçün sıfırlar və sonda sadəcə 1 yazılacaq. Yəni bunların hər biri deaktivdir. Sadəcə 1 belə deyim var. Bu səbəbdən biz 7 dənə deyək 0 yazacağıq. Bu hissələri bu arada sürətləndirə bilərsiniz. Mən sadəcə ümumi baxmaq istəyənlər üçün bu hissələri özüm sürətləndirməyəcəm. Gördüyünüz kimi sadəcə 1 oldu. Daha sonra isə deyək, məsələn 10 var. Bunu indi yazmasaq da olar. Bizə onsuz da əsas bu hissə lazımdır. Ancaq məsələn indi onu da yazmaq istəsəz necə yazacaqsınız? 8-dən 2-ni yazacaqsınız. Yəni sadəcə bu hissələrə 1 yazacaqsınız. Qalan hissələrə də yenə eyni şəkildə sıfırları burada belə deyim qeyd eləyəcəksiniz. İndi mən paralel şəkildə seeder göstəricisinin necə ortaya çıxdığını göstərmək istəyirəm. Məsələn, gördüyünüz kimi 24 bit yazılıb. Bu 24 bit nəyə göstərir? İlk öncə gəlin biz bunları nömrələyək. Mən eyni şəkildə 4 dənə 0 yazıram. 8 göstərmək üçün bir dənə 1, 2-ni göstərmək üçün 1 və bir daha 0. İndi söhbət nədən ibarətdir? Biz bunu necə calayırıq? Şəbəkənin nə boyda olduğunu, ümumi nə qədər hostun olduğunu necə öyrənə bilirik? Biz IP ünvanları ilə subnet ünvanı, subnet maskını bir-birinə calayırıq və geri qalan hissəyə əsasən bayaq dediyim parametrləri müəyyən edə bilirik. Mən də bura bir də subnet mask yazmaq istəyirəm. Subnet yazsaq, düşünürəm, yox, subnet mask yazaq.
Okey. Baxın gördüyünüz kimi burada 255, 255, 255 qeyd olunub. 255 görən zaman biz bunların artıq hamısına 1 yazmalıyıq. Çünki bu gördüyünüz rəqəmlərin olsun ümumi cəmi bizə 255-i verir. Bu zaman birlər olacaq. İndi mən nöqtələr qoyuram. Daha sonra gördüyünüz kimi 255 bir daha var. Yenə mən birlər qoyuram. Təzədən 255 gəlir. Yenə mən bura birlər qoyuram. Sonda isə 0 olduğu üçün elə birbaşa bura 8 ədəd sıfırım gələcək. Bunu mən belə ayırsam düşünürəm ki, sizin üçün daha rahat olar. Gördüyünüz kimi 4 oktetimiz var, 3-ü doludur, biri isə boşdur. Burada söhbət nədən gedir? İndi subnet maskımıza əsasən biz IP ünvanlarını bir-birinə calayaraq ixtisar edəcəyik, belə deyim. Gördüyünüz kimi subnet maskda əgər hər biri 1-dirsə, biz burada IP ünvanlarını paralel şəkildə belə deyim ixtisara salırıq. Bunların hər biri ixtisara getdi, bunların da hər biri yenə ixtisara getdi. Burada da ixtisara getdi birlər olduğu üçün. 0 olan hissədə biz artıq hostun hissəsini müəyyən edə bilirik. Bu nümunədə məsələn çox sadədir. Birbaşa cavab ala bilirik. Ancaq deyək ki, burada bayaq da qeyd etdim. Məsələn 254 ola bilər və yaxud burada sonda başqa bir rəqəm ola bilər. Bu zaman bu nümunə bizim işimizə yarayır. Bəs burada deyə bilərsiniz ki, bayaqki nümunədə 24 bit hardan gəldi? Bu 24 bit ümumi birlərin sayını göstərir. Dedik ki, biz hər oktetdə 8 ədəd bit var və 8 dənə 1 var. Məsələn bizim nümunəmizdə 255 olduğu üçün 8 buradan, 8 buradan, 8 buradan, buradan isə heç bir rəqəm gəlmir belə deyim. Və bunun nəticəsi olaraq biz öyrənirik ki, bizdə 24 ədəd bit mövcuddur. Burada da eyni şəkildə nəticə qeyd olunub. Bu ünvan 192.168.1.0/24 şəbəkəsinə aiddir. Yəni sidr rəqəmimiz eyni şəkildə 24 olduğunda bir daha ümumi nümunə üzərindən göstərmiş olduq. Mən istədim sizə bunu ümumi hesablama qaydasını və s. göstərim. Yəni sadəcə nəzəriyyə ilə qalmayaq. Şəbəkə hissəsində biz 192.168 olduğunu gördük və burada yəni hamısı ixtisara getdi deyə artıq burada da calaşdırdığımız üçün məsələn burada söhbət IP-dən gedir. Subnet-ə əsasən gördüyünüz kimi hamısı ixtisara getdi deyə biz bildik ki, ilk 3 hissə bizim şəbəkə hissəmizdir. Yəni maskada da 1 olan hissələri eyni şəkildə göstərir. Biz 1 olan bütün hissələri bir daha təkrar edirəm ki, ixtisara salmışdıq. Host hissəmizin isə 10 olduğunu göstərir. Burada onu da belə yazmışdıq. Gördüyünüz kimi hamısı 0-0 ixtisara getdi. Burada 10 hissəsi isə qaldı. Yəni 0 olmayan hissələr daha doğrusu ixtisara getdi. Bu hissəsi qaldı. Bu da bizim host hissəmizin 0 olduğunu göstərir. Sidr rəqəminin də necə hesablanmağından danışdıq. /24 göstəricisi də 24 bitin şəbəkə üçün olduğunu bildirir. Yəni bir daha qeyd edirəm, bu çox bəsit bir nümunədir. Ümumi olaraq verilən bir nümunədir. Ancaq istədim ki, ümumi olaraq məntiqi olaraq da sizə göstərim. Praktiki necə hesablamaq lazımdır və s. Keçək növbəti slaydımıza. Deməli, növbəti slaydda subnetin hesablamalar hissəsində eyni şəkildə görə bilərsiniz. Məsələn, gördüyünüz kimi /26. Burada bir daha mən qayıtmaq istəyirəm əslində yazma. Baxın, biz bayaqki nümunədə /24-ü almışdıq. Bəs /26 nə deməkdir? Burada göstərir ki, 26 ədəd 1 var. Məsələn, mən yenə birləri yazıram oktetlərimdə. Bura qoydum. Məsələn, siz bunu nöqtə kimi başa düşün. Normalda burada 8 ədəd 1 olur, sadəcə çox vaxt almasın deyə. Burada yenə birləri yazdım. Burada yenə birləri yazdım. Burada isə, baxın, bu hissə onsuz da 24-ü bizə göstərdi. 24 dənə bit, deyək 255, 255, 255 olduğunu göstərdi. Burada bizə 26 ədəd deyir deyə, biz bura deyək 2 dənə də 1 atırıq. Bu subnet mask olan hissədir. Yəni, səhv salmayın. 6 dənə isə bizdə 0 olur. Burada bəs host sayını necə hesablaya bilərsiniz? İki variantla hesablaya bilərsiniz. Siz 255-dən götürüb, belə deyim, buradakı iki rəqəm nə ifadə edirdi? Demişdik ki, bizdə 128, 64, 32 belə azala gedirdi. Gördüyünüz kimi 192 ədəd IP burada dolub. Yəni subnet hissəsində ilk iki rəqəm 1 olduğu üçün burada toplayanda 192 dənəsi dolub. Geriyə 32, 16, 8, 4, 2 və 1 hissələr qalıb. Və bunu da cəmini toplasaq görəcəksiniz ki, bizim üçün bu rəqəm verir və bir dənə də rezerv olunmuş rəqəm çıxsaq, biz ümumi olaraq 26 sidrində 62 dənə hosta sahib ola bilərik. Daha sonra burada məsələn eyni nümunə verilibdir. Bunlara baxmayın, bunları mən yayından hazırlamışam. Ola bilsin burada bəzi səhvlər olsun. Ancaq məsələn deyək bu IP ünvanı olanda da eyni şəkildə bəzi dəyişikliklə gedirik. Burada IP məsələn qeyd olunub, subnet mask qeyd olunub, 192 olanda sidr 26 olur. Bu yəni biz dedik ki, məsələn bayaqki nümunədə 255, 255, 255 0 olduğu üçün 254 dənə host ala bilirdik. Bu nümunədə isə biz 255 subnet maskımızdan söhbət gedir təbii ki, yenə 255 255 və 192 olacaq.
255-dən də 192-ni çıxırıq, bir dənə də rezerv üçün ayırırıq. Bizdə ümumi şəbəkədə ola biləcək hostun sayını bizim üçün göstərir. Bu da sidr rəqəmini eyni şəkildə bura qeyd etməyi unutmayın. Bu maska son oktetdən 2 bit götürərək şəbəkəni daha kiçik hissələrə bölür. Nəticədə 4 alt şəbəkə yaranır. Hər birində 62 dənə host yeri olur. Yəni burada da günün sonunda 192.168.1.10 ünvanı bu alt şəbəkədən, yəni bu subnetində bir host şəklində belə deyim qeyd edə bilərik. Keçək biz növbəti slayda. Bir daha nəzərə salaq, niyə subnetting vacibdir? Daha yaxşı təşkilatlanma üçün mühasibatlıqdır, satışdır, IT-dir. Siz bu departmentlərin hər biri üçün bir alt şəbəkələr yarada bilərsiniz. Bu zaman daha rahatlıqla idarə edə bilərsiniz. Söhbət, yəni ümumi olaraq bir dənə də qısa nümunə verim sizə. Nəyə görə məsələn biz bu departmentlərin hər birini ayırırıq? Çünki bu departmentlərin hər biri arasında məlumat transferi eyni dərəcədə baş vermir. Ən çox deyək IT departmentində daha çox deyək məlumat transferi baş verir, daha çox trafik olur. Bu zaman biz alt şəbəkələrə bölərək bu prosesi daha rahatlıqla idarə edə bilirik. Burada da eyni şəkildə qeyd olunub, təhlükəsizliyi də bayaq toxunduq. Biz daha sonra keçək DSP-yə. DSP haqqında biz danışmışdıq. DSP nə idi? Dynamic Host Configuration Protocol sözlərinin qısaltması idi. Yəni ünvanların avtomatik olaraq təyin olunması idi. Biz danışmışdıq ki, IP ünvanları iki cür təyin oluna bilər. Statik və dinamik şəkildə təyin oluna bilər. Dinamik şəkildə qeyd etdiyimiz kimi DSP protokolu vasitəsilə təyin olunur. Şəbəkədəki cihazlara avtomatik olaraq IP ünvanları, subnet maskları, gateway və DNS server məlumatları təyin eləyir. Manual olaraq konfiqurasiya yükünü ortadan qaldırır. DSP prosesi isə DORA vasitəsilə baş verir, DORA prosesi vasitəsilə. DORA-da Discover, Offer, Request və Acknowledge sözlərinin qısaltmasıdır. Bizdə ilk olaraq gördüyünüz kimi Discover prosesindən başlayır. Bu zaman cihaz DSP serverini axtarır. Məsələn, deyək, şəbəkədə hər hansı bir cihazımız var. Bu, avtomatik olaraq DSP quraşdırılan serveri cihaza axtarmağa başlayır. Çox zaman bu bizim routerumuz tərəfindən paylanır. Daha sonra offer gəlir, məsələn deyək routerdan bir IP təklif gəlir. Bu IP təklifdə boş olan bir IP təklifdir. Xatırlayacağınız üzrə biz bundan əvvəlki videoda demişdik ki, bir neçə cihaz təbii ki, eyni IP-ni ala bilməz. Daha sonra request hissəsi gəlir. Cihaz təklifi qəbul eləyir. Acknowledge hissəsində isə server ünvanı təsdiqləyir. Yəni bundan sonra bilir ki, tutalım mənim kompüterimin IP-si 192.168.1.50 olacaq. Burada bir daha siz vizual olaraq da görə bilərsiniz. Dora prosesi təbii ki, saniyələr içində tamamlanır. Məsələn, deyək siz getdiniz hansısa bir kafedə olsun və fərqli bir yerdə internetə qoşuldunuz. Bu zaman DSP prosesi baş verir və sizə router avtomatik bir IP təyin eləyir. Bundan bizim heç xəbərimiz olmur. Görürsünüz, məsələn, biz Wi-Fi qoşulanda müxtəlif vaxt çəkməsinin səbəblərindən də biri təbii ki, budur. Server cihazı həmçinin icarə müddəti də verir. Bu müddət bitdikdə cihaz yeni IP ala bilər. Burada siz eyni şəkildə praktik bir nümunə görə bilərsiniz. Deyək, yeni bir kompüter ofisdəki internetə qoşulur. Discover eləyir. Məsələn, mənə IP ünvanı lazımdır. Burada məsələn qeyd olunub. Kompüter bir sorğu göndərir, broadcast göndərir. Router cavab verir ki, məsələn, sənə mən bu IP-ni verə bilərəm və maskım da budur. Biz burada qeyd etdik ki, son sıfır olduğu üçün bu 3 hissə ayrılırdı bizim networkümüzə, son hissə isə ayrılırdı hostlara. Ona görə biz son hissəyə baxacağıq. Burada gördüyünüz kimi gateway olaraq 1-1 verir. Gateway əsasən routerun öz IP ünvanı olur. Request-də isə bizim cihazımız deyir ki, bəli, razıyam, bu IP-ni götürmək istəyirəm. Acknowledge hissəsində isə təsdiqlənir ki, biz bu IP-yə sahibik. Son olaraq biz IP ünvanlarının növlərindən danışaq. Biz bundan əvvəlki mövzuda dərsdə yenə xatırladım ki, bunun haqqında ümumi toxunmuşduq. Ancaq bir daha danışaq ki, IP ünvanları iki cür olur. Public IP ünvanları olur və private IP ünvanları olur. İnternetdə unikal olan ünvanlar bizim public IP ünvanlarımızdır. İnternetə birbaşa qoşulan cihazlara verilir. ISP-lər tərəfindən təyin edilir. Burada Baktelecom ola bilər, Aztelecom ola bilər. Sizin internet aldığınız provider sizə bu public IP ünvanını verir. Biz NAT-dan danışmışdıq. Network Address Translation, Network Address Translation zamanı isə bizdə bu public IP ünvanından istifadə olunur və biz ümumi internetə çıxış əldə edə bilərik. Daha sonra private IP ünvanları gəlir. Bu daxili şəbəkədə istifadə olunan IP ünvanlarıdır. Yerli şəbəkələrdə istifadə olunur qeyd etdiyim kimi internetdən birbaşa əl çatan deyil. Burada növlər, tipləri var IP ünvanlarının. Bu gördüyünüz ilk nümunə A tipidir. Daha sonra B tipi IP ünvanları gəlir. Daha sonra C tipi IP ünvanları gəlir. Bu artan sıra ümumi olaraq 5 ədəd IP ünvan tipi var. A, B, C, D və Y tipli IP ünvanları. D və Y tipli IP ünvanları daha çox belə deyim, kommersiya tərəfindən istifadə olunmur. Əsasən bu 3 IP ünvan aralığı kommersiya üçün nəzərdə tutulub və yuxarıdan aşağı getdikcə bizim sahib ola biləcəyimiz host sayı dəyişir. Ümumi olaraq providerlər əsasən A tipli, yəni bu gördüyünüz 10 şəbəkəsindən IP ünvanından istifadə eləyirlər. NAT-dan da danışmışdıq.
Bir daha xatırladaq, Network Address Translation deməkdir. Private IP ünvanlarını public IP ünvanlarına çevirməyə imkan verir. Ev routerlarında bu funksiya avtomatik olaraq yerinə yetirilir. Evimizdəki bütün cihazlar hər birinin öz private IP-si var. Eyni bir public IP ünvanı ilə internetə çıxa bilir, yəni NAT-ın sayəsində bayaq dediyimiz kimi. Ümumi olaraq bu dərsdən bu qədər. Qeyd etdiyim kimi, əgər mövzu ilə bağlı hər hansı bir sualınız olsa, zəhmət olmasa kommentlərdə bildirərsiniz. Mən bacardığım qədər cavablandırmağa çalışacağam. İnşallah növbəti videolarda görüşənədək.